Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün mən qazan kotletini fərqli şəkildə bişirdim və sizlərlə də bölüşmək istədim. Sizlərdən də xahişim budur ki, kanalıma abunə olun, bəyənin, paylaşın ki, daha çox insanlar görə bilsin və həm də mənə ən böyük dəstək olmuş olasınız. Zəhmətə qiymət verən hər kəsə dərin təşəkkürümü bildirirəm. İndi isə bismillah deyib keçirəm yeməyi hazırlamağa. İlk öncə ərzaqları doğramaqdan başlayıram. Əvvəlcə soğanı, bibəri, pomidoru və kartofu doğrayıb ayrı-ayrı qablara yığıram. $200 qram ətin üzərinə rəndədən keçirdiyim baş soğanı, 1 çay qaşığı duz, hərəsindən yarım çay qaşığı qara qırmızı istiot və ətotu əlavə edib yaxşıca qarışdırıram. Borcama 1 xörək qaşığı kərə yağ və xırda doğradığım quyruqları əlavə edirəm. Sonra ətə uzunsov forma verib borcama səliqə ilə düzürəm. Əvvəlcə doğradığım ərzaqları da sıra ilə ətin üzərinə düzürəm. Bizdə uşaqlar kartofu qızarmış sevdikləri üçün mən kartofu ən üst hissəyə düzdüm. Siz necə istəsəz elə düzə bilərsiniz. Ərzaqları düzdükcə
Aralarına duz istiot da səpirik. Sonra sobaya yerləşdirirəm. Əvvəlcə tam aşağı gözdə yox, ondan bir pillə yuxarıda 180 dərəcədə bütün ərzaqların suyu çıxana qədər bişirirəm. Daha sonra onu lap aşağı hissəyə suyu çıxandan sonra lap aşağı hissədə 200-230 dərəcədə suyu çəkilənə qədər bişiririk. Yeməyimiz artıq bişib hazırdır. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.